Tərəfi 6 sm olan kvadratın sahəsini tapın. Kvadratın sahəsini tapmaq üçün S bərabərdir. A-nın kvadratı düsturundan istifadə edirik. Kvadratın tərəfi 6 olduğuna görə 6 dəfə 6-ın 36 olacaq. Kvadratın sahəsi oldu 36. İkinci sual. x1 və x2 kvadrat tənliyin kökləri olarsa 1 bölü x1 və 1 bölü x2 olan kvadrat tənliyi qurun. Köklərin verilmiş kvadrat tənliyin həmin köklərin tərsi olan kvadrat tənlik qurmaq üçün sərbəst hədd ilə x kvadratın əmsalının yerini dəyişmək lazımdır. Yəni 2 gəlir x kvadratın qabağına olur x kvadratı çıxılsın 5x plus x kvadratının qarşısında 1 var. O da gəlir 2-nin yerinə bərabərdir 0. Olur 2x kvadratı çıxılsın 5x plus 1 nə B bəndi olur. C bəndinə baxaq. Tənliyi həll edindir. Sağ tərəf tangens 2 alfanın düsturudur. Tangens 2 alfa bərabərdir. 2 tangens alfa bölünsün 1 çıxılsın tangens kvadratı alfadır. Bu düsturu buna tətbiq eləsək kosinus 6x bərabər olacaq tangens 2 vurulsun. Pi-nin yerində burada pi bölü 8'dir. Pi bölü 8'dir. Kosinus 6x bərabərdir. 2 ilə 8 xüsusilə pi bölü 4 qalar. Tangens pi bölü 4'də 1 alır. 45 dərəcədə 1 alır. Kosinus 6x bərabərdir 1. Trigonometrik, sadə trigonometrik tənlikdir. Xüsusi haldır. Ax bərabərdir. Kosinus 1'i 0'da alır və 2 pi k da bunun dövrüdür. X bərabərdir. 2 pi k-nı bölürük 6'ya. 2 ilə 6 ixtisar gedir. Qalır pi k bölü 3. Cavabımız olur A variantı. Dördüncü suala baxaq. Sinus 62 bu toplama düsturudur. Sadəcə olaraq burada biz nə etməliyik? Bunları kosinusa çevirməliyik. Yəni bunları kosinusa çevirək. Sinus 62'ni biz necə yaza bilərik? 62'nin yerinə 90 çıxılsın 28 yazarıq. 32'nin də yerinə 90 çıxaq 58 yazarıq. 90 atanda ad dəyişir burada. Sinus 62 olur kosinus 28. Kosinus 28. 90 dərəcədən atanda yenə ad dəyişir. Sinus dəyişir olur kosinus 58. Vurulsun kosinus 58. Plus bunlar olduğu kimi saxlayırıq. Sinus 28 vurulsun. Sinus 58 bərabərdir. Bu kosinus 58 çıxılsın 28'in açılışıdır bu. Toplama düsturudur. Bərabərdir. Yerdə qalır kosinus 30 dərəcə. Kosinus 30 dərəcədə alır. Kök 3 bölü 2. Cavabımız olur Y variantı. 5-ci suala baxaq. İntervalında 6'ya bölünən ədədlərin cəmini tapın. 6'ya bölünən 10 ilə 43 arasında 6'ya bölünən ədədlər 12, 18, 24, 30, 36 və 42'dir. Bunları toplamaq lazımdır. Bunları toplasaq eləyəcək. Silsilə kimi veriblər. Bunu silsilə kimi toplamaq da olar. Belə də toplamaq olar. Bunlar elədi 30. Sonra 30'un üstünə 30 gəldik. Elədi 60. 24 ilə 36'da 60 eləyir. 60'ın da üstünə 60 gəldik. Elədi 120. 120'nin də üstünə 42 gəlsək 162 eləyəcək. C variantı. AB və BC bir-birinə bərabərdir. AB ilə BC bir-birinə bərabərdir. Bərabər yanlış bucaqdır. CBD 110 dərəcədir. Bura 110 dərəcədir. 110'un qonşusu 180'dən 110 çıxsaq qalacaq 70. Bərabər yanlış bucaqda yan tərəfə bitişik bucaqlar da bərabər olur.
180-dən 170 çıxsaq 110, 110 da yarıya bölsək burada qalacaq 55, 55. Bizdən MAB-ni soruşur. MAB-ni soruşur. Buranı soruşur. Yəni 55-in qonşusunu soruşur. 180-dən də çıxırıq 55-i, qalır 125 dərəcə. 7-ci suala baxaq. Diametrdən 2 dəfə kiçik olan vətər çevrədən neçə dərəcəli qövs ayırır? Deməli, diametrdən 2 dəfə kiçikdirsə, deməli bunun uzunluğu radiusa bərabərdir. Vətərin uzunluğu radiusa bərabərdir. Buradan da özümüz radiuslar çəksək, burada bərabər tərəfli üçbucaq alınacaq. Bərabər tərəfli üçbucağın da bucaqları 60 dərəcədir. 60 dərəcə burada mərkəzi bucaqdır. Mərkəzi bucaq qövsə bərabər olur. Mərkəzi bucaq 60 dərəcədirsə, qövs də 60 dərəcədir. Deməli, 60 dərəcəli qövs ayırır. 8-ci suala baxaq. Burada çıxacaq bərabərdir. Burada modulda kvadratla kök bir-birini aparır. Modulda C çıxaq 13 qalır. Burada isə yenə modulda C çıxaq 2 qalır. Şimdi biz modulun içərisi mənfidir yoxsa müsbətdir, onu tapmalıyıq. C 4 ilə 10-un arasında yerləşir. Deməli, burada modulun içərisi mənfidir. Burada isə C 4 ilə 10-un arasındadır. 2-ni çıxsaq müsbət ədəd qalacaq. Birinci modulun içərisi mənfidir, ikinci modulun içərisi müsbətdir. Əgər modulun içərisi mənfi qiymətlər alırsa, onun yerini dəyişib çıxartmalıyıq. Əksini çıxartmalıyıq. 13 çıxaq C yazmalıyıq. Bu müsbət olduğuna görə bunu da olduğu kimi çıxardırıq. C minus 2 yazırıq. C minus 2 olduğu kimi çıxardırıq. C minus 2 bərabərdir. Burada C-lər bir-birini islah aparır. Mənfi müsbət. 13-dən də 2-ni çıxırıq, qalır 11. 8-ci sual getdi. 9-cu suala baxaq. Tənliyi həll edin. Burada 2 üstü 3y plus 2-ni olduğu kimi saxlayırıq və 8-i 2-nin kubu kimi yazırıq. 8-i 2-nin kubu yazırıq. Qüvvəti də qüvvətə yüksəldəndə bir-birinə vurulur. Olur 3y bərabərdir. 320-ni də olduğu kimi saxlayırıq. 2 üstü 3y möhtərizi xaricinə çıxarsaq, burada qalacaq 2 üstü 2. Çünki buranda qüvvətlər toplanır, olur 3y plus 2. Buradan da 2 üstü 3y möhtərizi xaricinə çıxarsaq 1 qalacaq, bərabər 320-yə. Deməli, 2 üstü 3y bərabərdir. Möhtərizənin içərisi 5 edir. 320-ni bölürük 5-ə qalır 64. 64 də 2 üstü 6-dır. 64 2 üstü 6-dır. Deməli, tapdıq ki, 2 üstü 3y bərabərdir 2 üstü 6-ya. Burada 2-ləri də atsaq, 3y bərabər 6-ya, y bərabər 2-yə olur. 10-cu suala baxaq. İfadədən x-i tapın deyir. Gəlin biz bunu çarpaz vuraq əvvəlcə. X çıxaq C-ni vuraq B-yə. X üstə gəl A-nı da vuraq C-yə vuraq çarpaz. Burada alınır x vur B çıxılsın C vur B bərabərdir x vur C plus A vur C. İndi x olanları sol tərəfə keçirək, çünki bizdən x soruşur. X vur B çıxılsın x vur C bərabərdir. Bunu da sağ tərəfə keçirək. Sağ tərəfə keçirəndə müsbət olacaq. C vur B üstə gələk. A vur C-ni də olduğu kimi saxlayırıq. Buradan x-i möhtərizi xaricinə çıxardırıq. X-i möhtərizi xaricinə çıxardanda B çıxaq C qalır. Bunu olduğu kimi saxlasaq, buradan da gəlin C-ni möhtərizi xaricinə çıxardaq. Çünki cavablarda C-ni möhtərizi xaricinə çıxarıblar. Burada qalacaq B plus A. B plus A. Buradan da x-i tapmaq üçün nə etməliyik? Sağ tərəfi sol tərəfə bölməliyik. C, B plus A-nı bölməliyik B çıx C-yə. B çıx C-yə bölməliyik. Cavabımız olacaq. C vurulsun B plus A, B çıx C. D variantı olacaq. 11-ci suala baxaq. B parametrinin hansı qiymətində tənliyinin kökü 2 olar? Tənliyin kökü x-in qiyməti deməkdir. Yəni x-in yerinə 2 yazmalıyıq. Gəlin x-in yerinə 2 yazaq. B çıx 7 vurulsun 2. X-in yerinə 2 yazdıq. B çıx 7 bərabərdir. 8-i 2-yə bölürük 4 qalır.
7-ni də keçirib 4-dən toplayırıq, olur 11. B oldu 11. 12-ci sual. İfadəni vuruqlara ayırın deyir. Burada kompleks ədəddir. i-nin kvadratı -1-ə bərabərdir. i-nin kvadratı -1-ə bərabərdir. Deməli, biz bunu çıxılsın 4 vuraq i-nin kvadratı kimi yaza bilərik. Çünki i-nin kvadratı -1 olduğuna görə mənfilər bir-birini müsbət eləyəcək. Yəni, biz bunu bu şəkildə yaza bilərik. Bunda müxtəsər vurma düsturudur. Kvadratlar fərqidir. X çıxılsın 2i. Bir dəfə çıxırıq, bir dəfə toplayırıq. X plus 2i şəklində yaza bilərik. X çıxaq 2i, x üstəcə 2i. Y variantı olacaq. 13-cü sualda tənliklər sistemindən A-nı tapın deyir. A-nı tapmaq üçün gəlin bunu biz -5-ə vuraq. İkinci tənliyi -5-ə vuraq ki, B-lər getsin, A qalsın. Çünki bizdən A-nı soruşur. Birinci tənliyi olduğu kimi saxlayaq. 5B çıx A bərabər -5-ə. İkinci tənliyin hər birini -5-ə vuraq. Olacaq -5B çıxılsın 10A bərabərdir -50-yə. İndi biz bunları tərəf-tərəfə toplasaq, -5B ilə -5B gedəcək. Böləcək -11A bərabərdir -55. A-nı da tapmaq üçün -55-i -11-ə bölürük, qalır -5. 14-cü suala baxaq. Bərabərsizliyin mənfi tam həllərinin sayını soruşur. Əvvəlcə gəlin bərabərsizliyi həll eləyək. -3x olduğu kimi saxlayaq. 4x-i keçirək bu tərəfə çıxaq. 57-ni də olduğu kimi saxlayaq. 15-i də sağa keçirib çıxaq. Burada qaldı -7x kiçikdir. Burada da qalır 42. 42. Mənfi ədədə böldükdə işarə dəyişir. Kiçik işarəsi dəyişir, olur böyük. 42-ni -7-yə bölürük, -6 qalır. X böyütür -6-dan. Mənfi tam həllərin sayını soruşur. Yəni biz x-in yerinə -5, -4, -3, -2, -1 yaza bilərik. 5 dənə mənfi həlli var, mənfi tam həlli var. 15-ci sual. Ədədi silsilədə olarsa 3-cü həddi tapın deyir. Ədədi silsilədə kənar hədlərin cəmi kənar hədlərin ədədi ortadakı həddə bərabər olur. Yəni A2 ilə A4-ü toplayıb 2-yə bölsək, bizə A3-ü verər. Çünki A3 A2 ilə A4-ün ortasında yerləşir. Bunu çarpaz vursaq biz A2 üstəgəl A4 bərabərdir 2A3-ə. 2A3-ə. Yəni A2 ilə A4-ün yerinə biz 2A3 yaza bilərik. Ortadakı A3 də olduğu kimi qalır. Bərabər də 30-da olduğu kimi qalır. Bunları toplasaq 3A3 eləyir. Deməli A3 bərabər də 30-da 3-ə bölürük, 10 qalır. Burada biz A2-nin açılışını, A3-ün A4-ün açılışını yazıb A1 plus D, A3-ün yerinə A1 üstəgəl 2D, A4-ün də yerinə A1 üstəgəl 3D yazıb elə də tapa bilərdik. 16-cı suala baxaq. 1, 2, 3, 4, 5 rəqəmlərindən düzəlmiş, rəqəmləri təkrarlanmayan 5 rəqəmli ədədlərdən təsadüfən seçilmiş bir ədədin sonunun 2 olması. Əgər biz 5 rəqəmli ədəd düzəltmək istəyirsə, 1, 2, 3, 4, 5 rəqəmli ədəd düzəldirik. 1, 2, 3, 4, 5 dənə də ədəd var bizim əlimizdə. Birinci xanaya 5 ədəddən hər hansı birini yaza bilərik. Birini istifadə elədik, qaldı 4-ü. İkisini istifadə elədik, qaldı 3-ü. Üçünü istifadə elədik, qaldı 2-si. 4-ünü də istifadə elədik, qaldı 1-i. Əgər 5 dənə rəqəmləri təkrarlanmayan 5 rəqəmlə də düzəltmək istəyiriksə, bu qaydada bir-birinə vurub tapa bilərik. Bu da eləyəcək 20, 60, 120. Deməli, 120 dənə 5 rəqəmli ədəd düzəldə bilərik. İndi bizə deyir ki, 5 rəqəmli ədədlərdən istəyən birinin bir ədədin sonu 12 olsun. Sonu 12-dirsə əgər, deməli 1 ilə 2-ni bura yazmışıq, 1 və 2-ni bura yazmışıq, əvvəlində 3 rəqəmli bir ədəd düzəltməliyik. Yəni 1 ilə 2-ni istifadə eləmişik, 3, 4, 5 qalıb. Yenə birinci xanaya 3 ədəddən hər hansı birini, ikinci xanaya 2 ədəddən hər hansı birini, sonuncu xanaya da hər hansı ədəddən birini yaza bilərik.
Ədədləri istifadə etdikcə azalır. İlk xanaya 3 ədəddən hər hansı birini yaza bilərik. İkinci xanaya qalan 2 ədəddən hər hansı birini yaza bilərik. Üçüncü xanaya da son bir ədədi yaza bilərik. Deməli, sonun 12 olması üçün sonun 12 olan 6 dənə ədəd var. Ümumilikdə isə 120 dənə ədəd var. Ehtimal da tapmaq üçün bir ədəd seçilibsə, P bərabərdir 120-də 6 yaza bilərik. 6-ya da xissarləsək, qalacaq 20-də 1. 17-ci suala baxaq. İfadənin qiymətini tapın deyir. 2 loqaritma C əsasdan A-nı olduğu kimi saxlayaq. Plus qüvvət -1 olanda biz tərsini yazmalıyıq. Yəni 1 bölünsün loqaritma C əsasdan A yazacağıq. Bölünsün, yenə burada da qüvvət mənfidir, bunu da tərsinə yazırıq. 1 bölünsün loqaritma C əsasdan A yazaq. Bərabərdir. Surəti gəlin ortaq məxrəcə gətirək. Bu hissə qalsın, bu hissəni sonra hesablayarıq. Surəti ortaq məxrəcə gətirsək, loqaritma C-dən A olduğu kimi qalacaq. Loqaritma C-dən A olduğu kimi qalır. İndi biz loqaritma C-dən A-nı 2 loqaritma C-dən A-ya vurub üstünə gəlməliyik 5-i. Loqaritma C-dən A-nı 2 loqaritma C-dən A-ya vursaq, eləyəcək 2 loqaritma C əsasdan A. Yəni bunu vururuq buna, üstünə gəlirik 5-i. Üstünə də gəlirik 5-i. Plus 5. Kəsirləri də bölmək üçün birinci kəsiri saxlayıb, ikincinin tərsinə çevirib vurmalıyıq. Yəni bunu tərsinə çevirib vurmalıyıq. Vurulsun 1-də loqaritma C əsasdan A. Burada loqaritma C əsasdan A-lar gedir. Kvadrat yazmamışıq burada. Kvadrat olur buranda. Yerdə qaldı 2 vurulsun loqaritma C əsasdan A-nın kvadratı plus 5. Burada da yenə çıxılsın 2 loqaritma. Çıxılsın 2 loqaritma C əsasdan A-nın kvadratı var. Bunlar da gedir, yerdə qalır 5. Bərabər 5. 18-ci suala baxaq. M-in hansı qiymətində çoxhədlinin vuruqlarından biri B plus 4 olar? Vuruqlardan birinin B plus 4 olması o deməkdir ki, deməli B bərabərdir -4 olduqda bu sıfıra çevrilir. Yəni B-nin yerinə -4 yazsaq, bu sıfıra çevrilməlidir. Yəni B-nin yerinə -4 yazaq. -4-ün kvadratı çıxılsın, M çıx 3, vurulsun, yenə -4, B-nin yerinə -4 yazırıq, çıxılsın 8, bərabər 0 olmalıdır. Çünki kök -4 kökdür. 16, mənfini mənfiyə vursaq müsbət olacaq. Üstə gələk 4M, 4-ü də 3-ə vursaq, çıxılsın 12, çıxılsın 8, bərabər 0-a. 4M olduğu kimi saxlayaq. Burada qalacaq -4. 4M bərabər 4-ə, M bərabər 1-ə. M-in qiyməti oldu 1. 19-cu suala baxaq. Diaqonalı 10, bir tərəfi 6 olan düzbucaqlının perimetrini tapın. Deməli, düzbucaqlıdır. Diaqonalı 10-dur. Bir tərəfi 6-dırsa, digər tərəfini Pifaqordan biz tapa bilərik. 6, 8, 13 bucağıdır. 6-nın kvadratı üstə gəl x-in kvadratı, katetlərin kvadratlarının cəmi bərabərdir hipotenuzun kvadratına. X kvadrat bərabərdir 100-dən 36-nı çıxsaq 64. X bərabər 8-dir. X oldu 8. 6, 8, 13 bucağı. İndi perimetrini tapaq. Perimetri tapmaq üçün P bərabərdir 2 vurulsun. 6 ilə 8-i toplayırıq və 2-yə vururuq. 6 ilə 8-i toplasaq 14. 14 ilə 2-yə vursaq 28. Perimetri oldu 28. 20-ci suala baxaq. Müstəvidən 9 cm məsafədə olan nöqtədən müstəviyə 15 cm uzun mail çəkilmişdir. Mailin proyeksiyasının uzunluğunu tapın. Bu tutaq ki, bizim müstəvidir. Müstəvidən 9 cm məsafədə nöqtədən müstəviyə 15 cm uzunluğuna mail çəkilmişdir. Buradan mail çəkilib, uzunluğu da 15-dir. Mailin proyeksiyasının uzunluğunu tapın. Proyeksiya da buradır. Bunu da yenə Pifaqorla proyeksiyanı tapa bilərik. 9-un kvadratı üstə gəl x-in kvadratı bərabərdir 15-in kvadratına. Bu maildir.
maildir. Bura proyeksiyadır. Burada hündürlükdür. X kvadratı bərabərdir 15'in kvadratı 225'dən çıxırıq. 9'un kvadratı 81'i qalır 144. Bu da olur 12. Proyeksiya oldu 12. 21-ci suala baxaq. Həcmi 125 olan kubun tam səthinin sahəsini tapın. Kubun həcmi V bərabərdir A kubu düsturu ilə hesablanır. Həcmi 125-dirsə, onda 125 5'in kubudur. Onda kubun tili 5 imiş. Kubun tam səthinin sahəsini tapmaq üçün 6A kvadratı düsturundan istifadə edirik. A'nı 5 tapmışıq. 6 vurulsun 5'in kvadratı. 6'nı da 25'e vursaq eləyəcək 150. 150. Yəni kubun tam səthinin sahəsi oldu 150 kvadrat santimetr. 22-ci suala baxaq. Hündürlüyü 4 olan və ox kəsiyinin diaqonalı oturacaq müstəvisə ilə 30 dərəcəli bucaq əmələ gətirən silindrin yan səthinin sahəsini tapın. Deməli silindirdir. Silindrin ox kəsiyi düzbucaqlıdır. Hündürlüyü 4'dür. Ox kəsiyinin diaqonalı. Ox kəsiyi də buradır. Ox kəsiyinin diaqonalı oturacaq müstəvisə ilə 30 dərəcəli bucaq əmələ gətirir. Yəni bura 30 dərəcədir. Oturacağın müstəvisi ilə 30 dərəcəli bucaq əmələ gətirir. Silindrin yan səthinin sahəsini tapın. Deməli 30 dərəcəli bucaq qarşısında duran katet hipotenuzun yarısına bərabərdir. Deməli bura olacaq 8. Amma bura bizə lazım deyil. Bizə oturacaq lazımdır. Bura 90, bura 30 ise burada qalır 60 dərəcə. Cəmi 180 olmalıdır. Əgər 30 dərəcənin qarşısı A-dırsa, 60 dərəcənin qarşısı A vur kök 3 olmalıdır. A vur kök 3 olmalıdır. Yəni 30'un qarşısı 4'dürsə, 60'ın qarşısı olmalıdır. 4 vuraq kök 3. 4 vuraq kök 3. Deməli silindrin hündürlüyü oldu 4. Oturacağı oldu 4 kök 3. Oturacaq 4 kök 3'dürsə, bunlar radiuslardır. Silindrin radiuslarıdır. Deməli radius 4 kök 3'ün yarısı nə olacaq? 2 kök 3. Radius oldu 2 kök 3. İndi silindrin yan səthinin sahəsini tapmaq istəyirik. Silindrin yan səthinin sahəsi 2 pi r vurulsun h düsturu ilə hesablanır. Deməli S yan bərabərdir 2 vurulsun pi. Radiusu tapdıq 2 kök 3. Hündürlük də 4 verilib bizə. Hündürlük də 4'dür. Bu da elədir 16 kök 3 pi. 16 kök 3 pi. 23-cü sual ABC bərabərdir BCD-yə, o da bərabərdir 90 dərəcə. Yəni bura 90 dərəcədir, burada 90 dərəcədir. DC 15'dir. DC-ni verib 15, BC-ni verib 12, AC-ni də verib 13. AC və buranı ümumi verib 13. C-yeni soruşur. C-yə və bu hissəni soruşur. Əvvəlcə gəlin 12, 15'dən 12, 13'dən 12 və 13'dən AB-ni tapaq. AB-nin kvadratı, katetin kvadratı üstə gəl. Bu birisi katetin kvadratı bərabərdir 13'ün kvadratına. Hipotenuzun kvadratına desək, AB kvadratı bərabərdir 169'dan 144'ü çıxsaq, qalacaq 25. AB oldu 5. Buranı tapdıq 5. İndi biz buradan h-ı tapmalıyıq əvvəlcə. Gəlin h-ı tapaq. H-ı tapmaq üçün belə bir düstur var. 1 böl h bərabərdir 1 böl 5 plus 1 böl 15'ə. Oxşarlıqdan alınan belə bir düstur var. Bunu da ortaq məxrəci gətirsək 15'də 3 üstə gələk 15'də 4 eləyəcək. Deməli h bərabər oldu. Tərsinə çevirsək 4'də 15'ə. H-ı tapdıq 4'də 15. H-ı 4'də 15 tapandan sonra onda biz oxşarlıqla x-i tapa bilərik. ABC üçbucağında ABC üçbucağı ilə ABC üçbucağı ilə bax bu YC, bu da H olsun, üçbucaq bir-birinə oxşardır. Yəni 5 böl H
bərabərdir. 13 böl x yaza bilərik. 13 böl x yaza bilərik. 5 bölünsün, h-ın yerinə yazırıq. 4-də 15 bərabərdir 13 böl x-ə. Burada 4 qalxır, vurulur, surətə olur. 15-də 20 bərabərdir x-də 13-ə. 5-ə ixtisarləsək 3-də 4 qalır. Çarpaz vursaq 4x bərabər 39-a. X bərabərdir 39-u bölürük 4-ə qalır. 9 tam %75. Sonuncu sual, 25-ci sual. Riyaziyyatçıların sayı tarixçilərin sayından 1,5 dəfə çoxdur. Riyaziyyatçıların sayı tarixçilərin sayından 1,5 dəfə çoxdur. 1,5 bıraq tarix. Fizikaçılar və riyaziyyatçılar isə birlikdə 80 nəfərdir. Fizikaçılar və tarixçilər birlikdə 80 nəfərdir. Onlarsa x plus y tapın. İndi gəlin belə buna uyğun tənlik quraq. Demək, riyaziyyatçıların sayı nə qədərdir? Riyaziyyatçıları toplayacağıq. X üstə gələk. Bunları toplayanda olacaq 38. Bərabərdir 1,5 vurulsun tarixçilər. Tarixçilər də bunlar ümumisidir hamısı. Neçə olar? 10, 25, 36. Bir də baxaq, 10, 25, 36 olar. Buradan biz x-i tapa bilərik. Sonra, indi bura baxaq. Fizikaçılar nə qədərdir? Fizikaçılar toplayırıq. Y üstə gələk, bunları toplasaq. 23, 30. Bərabərdir. Daha doğrusu üstə gələk. Tarixçilər nə qədərdir? Tarixçilər də 36-dır, bayaq topladıq. 36-dır, bərabərdir 80-ə. Biz buradan həm x-i, həm də y-i tapa bilərik. Deməli, x bərabərdir 1,5-i 36-ya vursaq, eləyəcək 2-yə bölsək 18, 3-ə də vursaq 54 eləyəcək. 54 çıxılsın 38 elədi 16. X oldu 16. İndi y-i tapaq. 80-dən çıxırıq 66-nı. Burada da qalır 14. X-i də tapdıq, y-i də tapdıq. X plus y soruşur bizdən. Bunları da toplasaq eləyəcək 30. X plus y oldu 30.